Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsinin 15-ci ayəsi. Məfahim. Əuzu billah, bismillah. Allahu, yəni Allah, yestəhzi'u, yəni istehza edər, bihim, onlara. Və yamudduhum, və bağlayıcıdır, yamudduhum, yəni yamuddu, möhlət verər, hum, onlara, fi, yəni içində, dadə, tuğyanihim, yəni onların tuğyanları içində deyə bilərik, onların zəlalətləri içində, öz zəlalətləri içində də deyə bilərik. Yə'məhun, yəni şaşqın qalsınlar, şaşqın qalırlar da deyə bilərik. Əslində feildir, şaşqın qalırlar. Amma cümləni düz tərcümə etmək üçün və möhlət verər ki, öz zəlalətləri içində şaşqın qalsınlar. Təfsir isə belədir ki, yəni ayənin ərəbcə orijinalındakı yəməhun sözü, burada yəni yəməhun ki deyirik biz, sonuncu sözümüz, bu sözün kökü əməhə sözündəndir. Əməhə sözüdür və onun mənası körluq deməkdir. Lakin burada belə bir incə nüans var ki, ərəblər bədən üzvü olan gözün körluğuna əmih, yəni sonu yə hərfi ilə, batini gözün körluğuna isə əmh, yəni h, hə hərfindən bir yerdə deyilir. Yəni biz başa düşdük ki, bunlar batini gözləri bu insanların bağlıdır. İmam Rıza əleyhissalam bu ayənin təfsirində belə buyurub. Allah məkir, hilə və məsxərə əhli deyil. Amma münafiqlərin hilə və məsxərələrinin cəzasını verəcək. İlahi cəzalar günahlara uyğundur. Çünki biz sadəcə ələ salırıq, yaxud biz sadəcə iman gətirənləri ələ salırıq ifadəsinin müqabilində Allah da onları ələ salır deyə buyurub Bəqərə surəsinin 15-ci ayəsində. Münafiqlərin tərəf müqabili möminlər deyil, Allahdır. Onlar möminləri ələ salırlar, lakin onlara Allah cavab verir. Ki, Bəqərə surəmizin 15-ci ayəsində belə buyurur ki, Allah da onları ələ salır. Və sonda da bunu qeyd edə bilərik ki, itaətsizlik və azğınlıq sərgərdanlığa səbəb olur. Necə ki, ayədə də vurğulayıb ki, azğınlıqları içində sərgərdan olsunlar. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.